Necə yəni hara gedirsiniz? Toy qutardı da, evimizə, işimizə. Nə toy qutardı? Toy hələ indi başlayır. Başa düşmədim. Nə deyir bu? Necə yəni toy indi başlayır? Necə yəni belə? Bu sizin pul diplomatına qoyduğunuz ağıllı qohumunuz toyun bütün pulunu götürüb, gedib yatırdıb Qarabağ Benfica oyununun Benfica'nın qələbəsinə. Axırı nə olub? Qurban olduğum Qarabağda 2-0 uduzduğu oyunu 3-2 qələbə ilə qazanıb, yəni başa düşəcəyiniz ortada nə pul var, nə bir şey. Pul yoxdur, nə edəcəyik indi biz? Nə edəcəyik? Uşaqlarınız qalacaq bizim yanımızda zəlog, siz də gedib pulu tapıb gətirəcəksiniz. Nəsə? Ondan sonra uşaqları götürərsiniz. Ay ata. Gəlin, gəlin siz gedək, mən haqq hesab eləmişəm. Gəlin, baxaq. Gəl. Xoşbəxt olsunlar. Hamısı sənin əməlindir. Baş... Mən dedim ki, gedək 300 manata bir dənə VIP xeyir-şər çadırı gətirək. Evdən də bir dənə xalça götürək, 5 manatlıq pambıqla xoşbəxt olacaq, fisiyo. Dirəndi, üzümə dirəndi ki, iminli Toy Şəngəncin studiyasında olsun. Allah, bu da toy. Nə dedim mən yazıq? Dedim ki, yəni qoy bizim toyumuz maraqlı keçsin də. 3 gün mənə dindirmədin. Yaxşı elədim. Dindirmədin ki, toyda Aygün oxusun. Hə. Gedib Aygünə bir ətək pul verincən, 2 dənə yaxşı meyxana deyən gətirərdim. Gəlib deyərdi ki, şair qrup bu cür gözəl məclisi, gəlsin şabaş versin bəyin yerlisi. Elə ara yerdə Coşqun müəllimdən bir 50'lik alasıydıq da. Nə? Sən elə gör mənim hər dediyimə belə qulaq asırsan, axı eşidən də elə bilər hər dediyimi eləyirsən. O qədər sənə dedim ki, çağır. Qoy toyu sirtuş çölçəmənli aparsın. Nə gözəl aparır. Xəsisliyin, simicliyin dərdindən o kəndində Ayşəndir, Aytəndir, kimdir bilmirəm. Getdin onu çağırdın aparcı. Düz deyirsən, günah məndədir. Mən Əlbəttə. səhv elədim ki, o Ayşəni çağırdım məclisə aparsın. Nəslimizdə yaxınlaşıb nömrəsini istənməyən bir dənə kişi xeylağı qalmadı. Yox, bir nəfər qaldı, lənət şeytana. Babam Firudun. O da gördüm axırı neynədi. Ay bala, sən mənim 80 yaşlı babamdan nə istəyirsən? O Heç nə nə. eləyib sənə? Heç nə, neyniyəcək? Ayşən dedi ki, ağsaqqal gəlsin, nəvəsinə bir xeyirdağı versin. Hə. Gəldi mikrofonu aldı ki, Ayşən xanım, sizə necə teleqraf göndərə bilərəm? Mən babama sözünə gir öz dayıva bax. Kişinin oğlu o qədər içmişdi ki, o boyda yaşı var, anası da sağ ola. Anam torpaq əmanəti muğamını qoyub ağlayıb. 20 dəqiqə keçməmişdi heç üstündən, sən də keç o tərəfə. Diskotekada mən rəfiqələrimə patxod elirdi, nömrə istəyirdi. Mənim dayım sənin əmindən abırlıdır. Nə olub mənim əmimə? Məclisin axırında plovu gətirən rəqqasənin başına yüzdüklər atırdı. Axırı toya 30 manat pul salıb. Mən yandıran pul deyil, özü, arvadı, 3 uşağı, hələ qonşuya da məclidə qonaqlıq uduzub. Onu da tutub gətirib ki, gəl, yaxşı məclis var. Sən toyda dəhşət yeməyi verirdin axı. 2 lülə, bir tikə, bir dənə quru staliçni. Всё. Məclisdə yemək bol idi, hamısı bibilərinin əməlidir. Hamısını kloka doldurub evə daşıyıblar. Bəs də az deyin. Atam gəlir görək pul Ay ata, nə edirsən? Pul tapma. Ay gözəl, mən hardan biləydim ki, bu belə olacaq? Restoran pulunu söyləyəm ki, birdən pulu aşağı salarlar. Bu deyil, qapısına elçi getdiyim ağsaqqala bax. Anam mənə demişdi. Demişdi ki, abala, gəl öz bacım qızını alım sənə. Adamın üstündə Allah var. Mənim də ürəyimdən idi. Püstü neyniyim? Nə olar? Qərar çıxartdılar ki, yaxın qohumlar evlənə bilməz. Məcbur, bunların qapısına elçi getdik. Heç gedib çıxa bilmədiyi, elə dədəm yazıq demişdi ki, qazan bizdən, atası da qayıtçı qapaq da bizdən Allah xeyir versin, qızım şirin çayı gətir. Atam yazıq Allahın əmri, Peyğəmbərin izni ilə deyə bilmədi heç. Nə olar? Bala, saxla, mən də burada qalmıram da, onsuz bəlkə qiyməti biraz öldürdük. Atan, bax, anası deyirmiş. Olurdun xalan qızını. 3 yaş səndən, 3 il böyük idi səndən, keç o tərəfə deyirəm. Sən nə gəlsəni buradayım? Bütün gün otur divandan ancaq TikTok çəkir. Nə olub mənə? Bir bakalavr diplomu, bir magistr. Nəslinizdə heç bir soruş gör. Hansısa xanımın Klara Setkindən xəbəri var? Yox. Nəyimi bəyənmirsən mənim? Nə edirsiniz burada? Gəldi. Buna bax, elə nazlan iş görürlər ki, elə bil evdə bu işi bunlar görmürlər. Bunlar burada qeybət qırırlar. Evin arvadları gedib pul axtarmağa.
Necə yəni arvadlar gedib pul axtarmağa? Ada necə yəni necə? Elə bunların getməyindən sarvatların pul tapmağı daha yaxşıdır. Nə oldu, tapa bilmədiniz? Anam gəlir. Hə. Bu deyil pullar, gətirmişəm. Ada, sən pulu oradan tapdın. Bir dəqiqə, ata, maşın açarım ver. Maşını satmısan sən? Nə maşını satıb gətirmişəm də. Əl çəkin məndən, mən çıxıb gedirəm asan xidmətə. Asan xidmətdən nə işin var bala? Boşanacam. Bu nədir çıxıb burada? Boşan, sən başın xarabdır. Mən bu günə düşdüm, sən boşanasan. Biabır olmuş, yonsuz biraz da biabır eləyəcəksən. Məclisdə yediyim kabab hələ mədəmə çatmayıb. Bu mənə əsəb xəstəsi eləyib. O yemək həzmə gedənə mən infarkt olacam. Ay bala, hara gedirsən? Yaxşı, get. Gör bir Gəl dəqiqə bura. şey vəkil tapıb. Sənin nəyin var, nəyin yox, sənin əlindən alıram ya yox. Onda görərsən. Get, sən niyə çəkirsən, Ay xanım, kameranın pulunu vermisiniz? Pul var ortada. Aa. Buyurun Kübra xanım. Mövzu senari yəni deyək də, indi balaca da olsa bu senari yazıblar. Pis deyil, bu dəqiqə aktualdır. Toy eləyən, toy sahibi bəzən restorana borclu qalır. Hətta bir dəfə bəylə gəlini mən qaçırtdım. Siz? Bəli, mən özdə elə yağış yağırdı, rayonların birində toydu. Mən o bəylə gəlini qaçırtdım. Girov saxlamışdılar. Hə, atasının, anasını girov saxladılar. Səhər saat 5-də yazılı hardan tapdılarsa toyun pulunu verdilər. Baxın, amma oynamağa gələndə biraz çiğlik var idi atcana. Tam pişməmiş yemək olmur ha. Atcana çiğ, bilsən, yaxşı məşq eləməmisiniz. Amma hamınız bir, necə deyirlər, cəmlənmişsiniz, yaxşıdır. Məsələn, bəy tez-tez bizə baxır, yaxşıdır indi, bəlkə də kameraya oynamaq istəyir. Elə bilirəm ki, sən ayrı bir yerə baxsan daha gözəl olardı. Mənlə göz-gözə gəlirsən, elə bilirəm ki, məndən nəsə bir söz soruşmaq istəyirsən. Ümumi olaraq Kübra xanım. Ümumi olaraq biraz zəifdir. Biraz. Biraz zəifdir. Biraz kəskin Coşqun müəllim. Coşqun. Çox zəifsiz şu an. Kəskin bax indi olacaq. Çox zəifsiz. Keçən dəfə çıxışınız nə idi? Bu çıxış nə idi? Neçə dünən hazırlamışsınız bunu? Ya səhərə yaxın, ya bugün səhər. Sən stand-up oynayırsan. Sən keçən dəfə deyildi, onu çıxart içindən. Sənin partnyorun var, gəlin var orada. Sən onu oynamalısan və biz görməliyik ki, siz toyda hansı vəziyyətə düşmüsünüz. Düzdür? Sən bizim üçün danışırsan ki, başıma bu hadisələr gəlib. Görün bunun dayısı nə eləyib, görün bunun... Görün yox, siz ikivizsiz səhnədə. Deyəsən, aramızda bu söhbət olub, hə? Gülürsünüz, yaman. Bunun mübahisəsi olur. Məşq olunmuyor. Atalar ümumiyyətlə boş. Ata adı var idi, ata oyunları yox idi. Atalar oyunu yox idi. Ya bunlara tekst verməmsən, ya bunlara söz verməmsən, ya bunlara oyun ver. Kim məşq eləyib sizinlə? Və keçən dəfə kim məşq eləmişdi? Və niyə o yaxşı idi, əla idi, bu belə zəif idi? Və yazan kimdir? Yox, nəsə var da, nəsə var, düzdür? Sən yazmışsın. Var, burada oynamağa tekst var. Atanı mən əslində elə bildim, axranadır çıxır. Ana çox zəif gəldi. Bu uşaqlar təzədir deyəsən, hə? Operator köhnədir. Valla mən operatoru çox bəyəndim. Tapmamışsınız, yoxsa doğrudan belə nəzər tutub, ət Özümüz belə nəzərdə. Özümüz belə. Yaxşıdır, ət Bu maşını da qədər. ləzzətlidir. Yox, ləzzətlidir, onun məntiqi olmalıdır. Ət maşını neyinir? Toydur. Ət maşınıdırsa, onda sən gəlin paltarı geyinməlidir, sən bəy paltarı geyinməlidir. Düzdür? Məntiqi yanaşmaq lazım. Uşaqlar çox zəif. Mən sizdən gözləməzdim. Sən dediyimi ümumiyyətlə mən eşitmədim. Nəysə, Yola nəysə. salaq. Gözəl fürsətdir, bundan istifadə edin. Bilirsiniz, bütün günü fikriniz, zikriniz telefonda, TikTokda. Gəlirsiniz məşqə, bir də yalandan sözü keçirsiniz, hamınız çəkilirsiniz telefonda. Amma iş ortaya çıxartmaq İş üçün... zəhmət sevir. Bu zəhmət sevir. Bəli. Elə bilməyin, biz də elə belə gəlib bura çıxmışıq. Məni şəxsən, Allah rəhmət eləsin, Ağa Kişi Kazımov, Arif Ağayev rejissor, məni 10 dəfə Zakulisə göndərirdi, 10 dəfə qayıdırdım.
Mən sevinirdim. Mənim onda 21 yaşım var idi. Deyirdim, ay Allah, nə yaxşı. Məndən bir şey almaq istəyir ki, məni göndərir. Bacarmalıyam ki, bura bunu eləməlisən. Bax, siz bir dəfə gəldiniz, bir dənə çitq elədiniz, hələ telefonunu aldır, hə, yaxşı, getdi evə. Olmaz. Siz bura çıxmalısınız. Belə olur. Bura gəlirsiniz. Düzün deyil. Belə olub yoxsa yox? Sadəcə ssenari bəs təzə yazıldı bizdə, məşqdə çox Necə təzə? Necə? Az olur. Az eləmişsiniz. Əslində digər ssenarinin müəyyən hissləri vardı ki, o gülüş yaratdı. Biz onu bir gün qalmış birləşdirmişik. Keçən dəfəki ssenari. Bu isə O bir köklü gün olaraq. qalmış hazırlanmış Bu isə ssenari köklü məsələn. olaraq var idi. Heç demək olar ki, bir dəfə də tam məşq olunmamış ssenari idi keçən dəfəki. Amma bu dəfəki daha köklüdür. Hətta bunu məsəl üçün neçə dəfələrlə məşq eləmişik. Elə qapıda neçə dəfə məşq eləmişik. Onda siz Amma çox məşq Bizə eləmirsiniz. məşq eləmək düşmür də, belə hiss eləyirik. Qohumla evlənmək olmaz, gələcəkdə uşaq xəstə olur, falan olur, fişmək. Buna görə bu mövzunun içində mən sevindim onu salmağıza. Amma çox çiğ idi. Amma acısı odur ki, acınacaqlısı odur ki, zəifdə bir tutacaq bir yer axtarırıq. Ki, neydən tutaq yapışaq ki, nə deyək, həvəsdən düşməsinlər. Amma Coşqun müəllimin komandalarını izləyəndə biz güclülərdən birini göndərmək məcburiyyətində qaldıq. Amma bugün bilmirəm, Lənkəran gənclər evi gedəcəkmi, getməyəcəkmi, onu bilmirik. Dua eləyin ki, Goranboyla Gəncə zəif olsun. Amma uşaqlar, əgər bugün getməsəz, siz çox güclü komandasınız. Şən Gəncdə həqiqətən də bizi çox güldürdüyünüz tamaşalar, videolar, səhnələr olub. Bir özünüzü toplayın, finala çox az qalıb. Siz finalçılardan ola bilərsiniz, neçənci ola bilərsiniz, o deyə bilmərik, amma finala çıxa bilərsiniz. Odur ki, sizdən əvvəlki performansınızdan da daha yaxşısını gözləyirik. Sağ olun, rəqsiniz olacaq bildiyim qədərilə. Sizi yola salırıq.